bugünkü gün olan reallıq odur ki, həqiqətən insanları bəzi hallarda müdafiə etmək çətindir. Çox təəssüflər olsun ki, bu günləri müdafiə institutu olaraq müdafiə etmək daha çətindir. Gənc xanıma qarşı zoraki cinayət törədilmişdir. Amma həmin şəxs onun müdaxiləsi əsasında dərhal məsələ müsbət həllini tapıb, müvəkkilim yalan danışmağa çalışır və məsuliyyətdən yayınmağa çalışır, amma hesab edirəm ki, heç bir vəkil öz əziyyətini ucuz qiymətləndirilməməlidir. Yəni işlədiyim yerdən asılı olmayaraq biz hər birimiz üç rəngli bayrağımıza xidmət edirik və bu xidməti də layiqincə həyata keçirməliyik. Müdafiə etmək çətindir, yoxsa ittiham etmək? Bugünkü gün biz adətən müdafiə institutunun nümayəndələri olaraq tərəflərin hüquqlarını müdafiə edirik və bugünkü gün olan reallıq odur ki, həqiqətən insanları bəzi hallarda müdafiə etmək çətindir. Yəni, mən adətən cinayət işləri üzrə vəkiləm. Qanunvericilik tərəfindən də baxanda, yəni cinayət qanunvericiliyini götürən konstitusiya hüquqlarımızı oxuyanda biz həm ittiham tərəfinin, həm müdafiə tərəfinin eyni hüquqlara malik olduğunu biz görsək də, amma cinayət qanunvericiliyinə baxdıqda bir balaca qanunvericilik nöqteyi nəzərdən hüquqları məhduddur və bu nöqteyi nəzərdən əlbəttə ki, çox təəssüflər olsun ki, bu günləri müdafiə institutu olaraq müdafiə etmək daha çətindir. Müdafiə hüququ hər kəs üçün şamil edilir. Bəzi hallarda biz ağır cinayət törədən şəxslərin hüquqları müdafiə edirik, amma hər bir halda biz hüquqi bir dövlətdə yaşayırıq. Hüquqşünas olaraq, müdafiəçi olaraq sağlam düşüncəyə malik olmalıyıq ki, yəni qarşımızdakı insan cinayət törətməsinə baxmayaraq onun da hüquqları və azadlıqları var və bu azadlıqlar həm konstitusiya hüquqlarımızla, həmçinin beynəlxalq qanunvericiliklə də və yerli qanunvericiliklə təmin olunmalıdır və baxmayaraq ki, həmin şəxs cinayət törədib, mənim icraatımda bir iş var idi, orada gənc xanıma qarşı zoraki cinayət törədilmişdi. Amma həmin şəxs törətdiyi cinayətə etiraf eləmişdi. Konkret olaraq hər bir hal müəyyən idi o işdə, amma yenə də mən əlimdən gələni eləməyə çalışdım həmin təqsirləndirilərlə bağlı ki, onun hüquqları pozulmasın və ona yalnız itham irəli sürülmüş ittiham üzrə ona ittiham verilsin. Bəzi hallarda fəaliyyətimlə dövründə mən şəxsən rastlaşmışam belə bir problemlərlə ki, təəssüflər olsun ki, bəzi hüquq mühafizə orqanlarının əməkdaşları qanunsuz göstərişlər veriblər, qanunsuz olaraq hər hansı bir vəkil olaraq fəaliyyətini məhdudlaşdırıblar və belə olan halda mən hər zaman arxalandığım bizim kollegiyamızın sədri cənab Anar Bağırov olub. Onun müdaxiləsi əsasında dərhal məsələ müsbət həllini tapıb və bugün bir çox həmkarlarımız bu kimi çətinliklərlə rastlaşanda bizim kollegiya rəhbərliyimiz qətiyyətlə deyə bilərəm ki, onların arxasındadır. Yəni şəxsən özümün rastlaşdığım fəaliyyətim dövründə, yəni vəkili fəaliyyətim dövründə bir neçə dəfə belə bir halla rastlaşmışam və qətiyyətlə də Anar müəllim həqiqətən hər bir vəkilin vəkili olaraq arxamızda olub. Ümumiyyətcə, icraatımda götürdüyüm işdə mən çalışıram birinci növbədə şəxslə aramızda sağlam münasibət qura bilim. Yəni, onun etimadını qazanım. Bizim aramızda etimad, güvən olmasa, təbii ki, bizim işin də gedişatında onun uğurlu nəticələnməsinin də ehtimalı az olur. O nöqteyi nəzərdən maksimum dərəcədə mən çalışıram ki, yəni müvəkkilimlə sağlam münasibət qurum. Yəni, onun aramızda ilk növbədə bir güvən olsun və artıq aramızda o körpü qurulandan sonra, o güvən körpüsü qurulduqdan sonra mən işə başlayıram. Əgər hiss eləyəndə ki, şəxs mənə yalan danışır. Bəzi hallarda onunla rastlaşıram ki, müvəkkilim yalan danışmağa çalışır və məsuliyyətdən yayınmağa çalışır, amma mən hər zaman onu doğrunu, həqiqəti deməyə çağırıram ki, bu da onun gələcəkdə hər hansı bir hüquqlarının gələcəkdə pozulmasına və ona qarşı düzgün olmayan ittihamın sürülməməsinə əsas olmasın. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, yəni bugünkü gün xidmət haqqının məbləğini tələb və təklifdən əsasən formalaşır və bu günləri biz Avropa ölkələri ilə, eləcə də digər ölkələrlə müqayisə etdikdə vəkillərin göstərdiyi xidmətə əsasında götürdüyü məbləği də yəni yüksək hesab eləmirəm. Yəni təbii ki, bunu digər ölkələrlə, Türkiyə ilə, başqa inkişaf etmiş ölkələrlə müqayisədə olanı deyirəm. Amma hər bir halda mən hesab edirəm ki, vəkil satdığı bir neçə dəyərdir bu. Onun ağlı, zamanı və bacarığı və bunları vəkil illərlə əziyyət çəkərək əldə edir və hesab edirəm ki, heç bir vəkil öz əziyyətini ucuz qiymətləndirilməməlidir. Təbii ki, həssas ailələr var, şəhid ailələridir, ondan sonra maddi imkanı aşağı olan ailələrdir və s. qazilərimizdir. Yəni onlara bizim sonsuz borcumuz var və əlbəttə ki, belə məqamlarda maddiyyəti fikirləşmək mən hesab edirəm ki, düzgün deyil. Sualınıza gəldikdə mən onu qeyd edə bilərəm ki, ataların da belə bir deyimi var. Ucuz ətin şorbası olmaz məsələsidir və əlbəttə ki, bugünkü gün yaxşı vəkilin yaxşı qanararı olmalıdır.
Bugünkü gün Vəkillik İnstitutu ölkədə aparıcı bir qüvvədir. Cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı bir kəlamda da bu qeyd olunur ki, güclü vəkillik təsisatının böyük bir əhəmiyyəti vardır. Bu heç də elə belədən olan bir deyim deyil. Həqiqətən bugün insanların hüquqlarını həyata keçirən bir şəxs olaraq mən qətiyyətlə deyə bilərəm ki, cəmiyyətimizin inkişafına, onun hüquqi maariflənməsinə Vəkillik İnstitutunun böyük bir töhfə verir və bu günləri bizim üzərimizdə, yəni vəkillər kollegiyası olaraq üzərimizdə böyük bir yük var və biz bu yükü qətiyyətlə öhdəsindən gəlirik. Sözsüz ki, problemlərimiz də olur, bəzi çətinliklərimiz də olur, amma hər bir halda biz çalışırıq ki, hər birimiz, yəni mən əvvəl dövlət sektorunda da işləmişəm, özəl sektorda da işləmişəm, işlədiyim yerdən asılı olmayaraq biz hər birimiz üç rəngli bayrağımıza xidmət edirik və bu xidməti də layiqincə həyata keçirməliyik. Vəkilin iş yükü çox olduğu üçün asudə vaxtı olduqca az olur və bu da təbiidir ki, bizim bəzi hallarda kitabların oxunmasına müəyyən çətinliklər törədir, amma işimiz elədir ki, bəzi hallarda biz həm hüquqi yardımdan əlavə, həmçinin şəxslərə psixoloji yardım da göstəririk və eləcə də özümün uşaqlıqdan psixologiya elminə böyük marağım var. O sahə ilə bağlı axırıncı oxuduğum kitab Zigmund Freudin psixoanalizə giriş kitabıdır. Hesab edirəm ki, hər bir hüquqşünas, hər bir vəkil öz peşə fəaliyyətindən əlavə də bu sahənin kitablarına maraq göstərib, onu bacardığı qədər oxuyub öyrənməlidir.